Yuksiya buynuzsuz cərcədanların qədim nümayəndəsidir və öz dövrünün digər məməlilərindən xüsusi bədən quruluşu ilə seçilirdi. Uzun ayaqları və hündür bədəni ona geniş ərazilərdə sürətlə və rahat hərəkət etməyə imkan verirdi. Ən diqqət çəkən xüsusiyyəti isə uzun boynu idi. Bu ona hündür ağacların yarpaqları ilə qidalanma üstünlüyü verirdi. Alimlərin hesablamalarına görə bu növün real ölçüləri belə idi. Çiyin hündürlüyü təxminən 2,5 metr, bədən uzunluğu təxminən 3-4 metr, çəkisi 1,5-2 ton civarında. Bu canlı özündən milyonlarla il sonra gələn və çəkisi 15-20 tona, boyu 5 metrə çatan nəhəng kərkədanların ən yaxın və birbaşa əcdadlarından biri hesab olunur. Bu göstəricilərlə Yuksiya tarixin ən böyük quru məməlilərinin təkamül yolunda mühüm bir həlqə sayılır. Yuksiyanın yaşadığı Eosen dövrü müasir dövrlə müqayisədə daha isti və rütubətli idi. Meşələr geniş sahələri əhatə edir, bitki müxtəlifliyi olduqca zəngin olurdu.